Öncə izləyicilərimizə xəstəxana haqqında məlumat verək. Bir nömrə şəhər xəstəxanası 1967-ci ildən fəaliyyət göstərir. 2024-cü ildə nə qədər xidmət göstərmisiniz? 900-ə yaxın işçisi var və bunlardan 190-ı həkimdir. 18 şöbə fəaliyyət göstərir. Ambulator müraciət sayı 304 min olub, 612 min xidmət göstərir. Daha çox hansı xidmətlərlə bağlı müraciət edilir? Xəstəxanaya müraciət sayımız həddindən artıqdır. Reanimasiya da vəziyyətdə. Bugünkü gün reanimasiyamız həddən artıq çox yüklənmiş bir vəziyyətdə işləyir. İxtisaslı kadr təminatı istiqamətində vəziyyət hazırda necədir? Cərrahi şöbədə biraz həkim çatılmazlığımız elədir ki, mən hiss edirəm. Bir nömrə xəstəxanada hansı problemlər mövcuddur hazırda? Dövrə məsələsidir. Bir uroloq olaraq vətən müsahibə gələcək hədəflər. Bizim xəstəxanada perkutan nefrolitotamiya deyilən bir əməliyyat var. O əməliyyatı biz icra edə bilərik. Hər vaxtınız xeyir əziz izləyicilər. Can həkimi verilişinin bu dəfəki buraxılışında Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən bir nömrəli şəhər xəstəxanasının fəaliyyətindən danışacağıq. Elə bu məqsədlə studiyaya qonaq da dəvət etmişik. Qonağımız xəstəxananın baş həkimi Mətləb Musayevdir. Mətləb doktor, xoş gördük. Salam, hər vaxtınız xeyir olsun. Doktor, öncə izləyicilərimizə xəstəxana haqqında məlumat verək, zəhmət olmasın. Mən öncə haşiyyədən kənara çıxmaq istəyirəm. Buyurun müəllim, sizin bu studiyanız xeyirli olsun. Burada daim xeyirli bir çəkilişlərimiz olsun. Mən çox təbrik edirəm sizi. Gələcək işlərinizə sizin uğurlar arzu edirəm. Təşəkkür ederim. Buyurun. Sumqayıt şəhərində bir nömrə şəhər xəstəxanası 1967-ci ildən fəaliyyət göstərir. Həmin vaxt şəhər xəstəxanası Birləşmiş Şəhər Xəstəxanası kimi tikilmişdir və onun poliklinik doğum şöbələri bir xəstəxana kimi fəaliyyət göstərir. Lakin arada struktur dəyişiklikləri olduğundan şəhər xəstəxanası 3 müəssisəyə bölünmüşdür o vaxtlar. Demək, bir nömrəli şəhər xəstəxanası, 3 nömrəli şəhər poliklinikası və doğum evi, 2 nömrəli doğum evi kimi fəaliyyət göstərmişdir. 2013-cü ildə möhtərəm prezidentimizin sərəncamı ilə xəstəxanamız əsaslı təmirə bağlanmışdır və təmirdən sonra fəaliyyətini bərpa etmişdir. Və 2020-ci ildə Covid tüğyan edən vaxtı bizim xəstəxana Covid xəstəxanası kimi fəaliyyətə başlamış və həmin dövrdə mən rəhbərliyin göstərişi ilə Covidə rəhbərlik eləməyə başlamışam. Çünki o vaxta qədər mən urologiya şöbəsində həkim uroloq kimi çalışırdım. 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi ilə bağlı olaraq xəstəxanamızda struktur dəyişikliyi oldu və 3 nömrəli poliklinika, 2 nömrəli doğum evi, 1 nömrəli xəstəxana birləşərək 1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası yaradıldı və bu təbbin tabiçiliyində olan Sumqayıt Tibb Mərkəzinin tərkibində fəaliyyət göstərməyə başladı və biz fəaliyyətimizi bugünkü gündə davam etdiririk. Sumqayıtlar bir nömrəli şəhər xəstəxanası daha çox Sumqayıtların dilində 45 xəstəxanası deyə tanıyırlar, elə adlandırırlar. Xəstəxana Sumqayıtların ən çox müraciət etdiyi bir tibb müəssisəsidir. Statistika varmı? 2024-cü ildə nə qədər xidmət göstərmisiniz, xidmətlə müraciət sayıları və daha çox vətəndaşlarımız hansı xəstəliklər üzrə müraciət edirlər? Bəli, 2024-cü ilin statistikası var. Birincisi onu qeyd edim ki, xəstəxanamızın 900-ə yaxın işçisi var və bunlardan 190-ı həkimdir və xəstəxanamızda 18 şöbə fəaliyyət göstərir. Terapiya şöbəsi, nevrologiya şöbəsi, kardiologiya şöbəsi, cərrahiyyə şöbəsi, urologiya şöbəsi, nefrologiya, reanimasiya, təcili tibbi yardım şöbəsi, hemodiyaliz şöbəsi, fiziki üsullarla müalicə şöbəsi, yolğucu xəstəliklər şöbəsi, doğum şöbəsi, ginekologiya şöbəsi, yeni doğmuşlar bölümü, əməliyyatxana bölümü və poliklinik şöbə. 2024-cü ildə vətəndaşlar tərəfindən müəssisəmizə müraciətlərimizin sayı, ambulator müraciət sayı 304 min olub 2024-cü ildə və onlara 612 min xidmət göstərilir. Bu xidmətlərin içində laborator müayinələr, instrumental müayinələr, həkim müayinələri də aiddir. Bundan əlavə təcili təxirə salınmaz tibbi yardım şöbəsinə 2024-cü ildə 12500 müraciət olmuşdur və bu müraciətlərdən 2079 xəstə xəstəxanaya qəbul olunmuşdur. Qalan 9900 xəstəyə isə ilkin yardımlar göstərilmiş və məsləhətlər verilmişdir. Xəstəxana neçə çarp paylıdır var? Xəstəxanamız 365 çarp paylı xəstəxanadır. Şəhərin ən böyük xəstəxanası. Bəli, Sumqayıt şəhərinin ən böyük xəstəxanası və əhali axınının ən çox olduğu bir xəstəxanadır. Vətəndaşlarımıza əlimizdən gələn bacardığımız xidmətləri göstəririk. Ən çox müraciət etdikləri xidmətlərlə bağlı varmı statistika? Daha çox hansı xidmətlərlə bağlı müraciət edir vətəndaşlarımız? Belə götürsək, bütün sahələrdə xəstəxanaya müraciət sayımız
həddindən artıqdır. Belə deyərdim, yükümüz çoxdur. Amma belə baxanda məsələn bugünkü gün bizdə cərrahi şöbədə il ərzində 2024-cü il ərzində 1582 qəbul olmuşdur. 1582 qəbuldur yoxsa əməliyyat sayı? Yox, 1582 qəbuldur. 1582 qəbulun olmuş xəstələrin üzərində 1783 əməliyyat aparılmışdır. Deməli 2024-cü ildə Bəli, bizim xəstəxanada 1783 əməliyyat aparılmışdır. Bu təkcə ümumi cərrahi şöbəsindədir. Bundan əlavə bizim urologiya şöbəsində də 384 cərrahi əməliyyat aparılmışdır. 2000-dən yuxarı ümumi əməliyyat. Doğum şöbəsində bura qatsaq, hardasa 190-a qədərdir. Doğum şöbəsində əməliyyat 2000-dən yuxarı əməliyyatımız olmuşdu 2024-cü ildə və bu 2024-cü ildə bir sıra yeniliklər olmuşdu. Daha doğrusu 23-cü ilin axırlarından bu başlamışdı bizdə xəstəxanada. Bizim bu cərrahi əməliyyatlarımızın içərisində 372 cərrahi əməliyyatımız laparoskopik olmuş. Urologiyada endarologiyanı tətbiq eləməyə başlamışdır və bizim burada tur əməliyyatlarımız 50-dən yuxarı tur əməliyyatımız olmuşdur və sidiya xarları daşlarının lazerlə əzilməsi deyilən, URS deyilən bir şey var. Uretrolitripsiya deyilən bir əməliyyatımız var urologiyada. 662-yə qədər də URS əməliyyatımız olmuşdur. Yəni böylə ilə bağlı, uroloji problemlərlə bağlı vətəndaşlarımız rahat bir şəkildə bir nömrə xəstəxana xidmətlərindən yararlana bilər. Bəli, yararlanır. Təkcə Sumqayıt şəhərinin əhalisi deyil, mən deyərdim ki, uroloji xidməti biz göstəririk şimal bölgəsinin də vətəndaşlarına. Xaçmazdır, Şabrandır, Siyəzəndir, Xızıdır. O rayonların da vətəndaşları uroloji xidməti demək olar ki, bizim xəstəxanada alınır. Reanimasiya da vəziyyətdir. Reanimasiyamızın vəziyyəti mən necə deyim, bugünkü gün reanimasiyamız həddən artıq çox yüklənmiş bir vəziyyətdə işləyir. Heç vaxt bizim reanimasiyamızda boş çarpayımız olmur, belə deyərdim. Hələ normativdən artıq çarpayılar da məcbur olub biz ora qoyuruq. Bizim reanimasiyamızda 10 çarpayı ilə işləməli olduğumuz halda bugünkü gün bizim 13-15 xəstəmiz o reanimasiyada. Bu təkcə Sumqayıt sakinləridir, yoxsa digər regionlarda yox, görə son vaxtlarda demək olar ki, bizim Sumqayıt reanimasiyasına rayonlardan, bölgələrdən də xəstələr transfer oluna bilirlər. Yerimiz olursa müraciət edirlər. Biz götürüb xəstələri. Təbii ki, pasiyentlə, vətəndaşla tibbi personal çalışır. Kadr məsələləri çox önəmlidir. İxtisaslı kadr təminatı istiqamətində vəziyyət hazırda necədir? Son zamanlarda bizdə belə götürəndə urologiyaya 2 uzmanımız işə qəbul olunur. Çox bacarıqlı həkimlərimizdir, sağlam həkimlərimizdir. Təcili təxirə salınmaz tibbi yardım bölümü şöbəsinə də 3 cavan həkimlərimiz cəlb olundu işə. Cərrahi şöbədə biraz həkim çatılmazlığımız elə bir ki, mən hiss edirəm. İnşallah, yəqin ki, o da düzələr. Bizim cərrahlarımız, mən deyərdim ki, Sumqayıtda ən sayılıb seçilən cərrahlardandır. Ən mürəkkəb əməliyyatları bacaran cərrahlardır. İstəyərdim ki, ümumi cərrahi şöbəmizdə də bir gənc cərrahımız cəlb olunsun və o da işlərini başlasın. İndi bizim təcrübəli həkimlərimizdən işləyə həm öz təcrübəsini artırsın, həm də gələcəkdə şəhərimizin əhalisinə normal yardım göstərə bilsin. 2 dənə gənc kardioloqumuz işə cəlb olunub. Nefrologiya şöbəsinə bir gənc kadrımız işə cəlb olunub. Belə ən problemli nöqtəmiz, ən problemli şöbəmiz bugünkü gün kadr cəhətdən, çatmamazlıq cəhətdən mən deyərdim hemodializ şöbəsidir. Hemodializ şöbəsində yükümüz həddən artıq çoxdur. Bu təkcə Sumqayıtın yükü deyil. Yox, bu ətraf rayonların da yüküdür. Hemodializ şöbəsində bizim 25 hemodializ aparatımız var. Bu aparatlarımızın əgər praktik sayını götürsək, yükünü götürsək, ora 140-150 xəstə əslində cəlb oluna bilər. Bu qədər xəstəyə qulluq edə bilər. Amma bizim bugünkü gün xəstəxananın hemodializ şöbəsində 190-dan yuxarı xəstə var. Hazırda 190 xəstə orada müalicə alır. Bəli, hemodializ, proqramlı hemodializ alırlar. O da işçilərin yükünü həddən artıq çox edir. Çünki orada demək olar ki, tərpənməyə yer olmur, boş vaxtları da olur. Bir məsələni də qeyd edin, yüklənmə təkcə sizdə hemodializ şöbəsində deyil, ambulator xidmətdə də yüklənmə. Ambulator xidmətimiz gün ərzində, bizim poliklinik xidmətdə gün ərzində 1300-1500 müraciət olur. Poliklinik qəbulda. Onun özü də siz bildiyiniz kimi görə nə deməkdir, amma çünki o qədər yükün altında çalışırıq, istəyirik ki, əlimizdən gələni eləyək, vətəndaşlarımız narazı getməsin. Təbii ki, uğurlarla yanaşı, hər bir işdə bir çatışmazlıq olur, problemlər mövcud olur. Hətta bir nömrə xəstəxanada hansı problemlər mövcuddur hazırda? Vətəndaşlar daha çox nədən narahatdırlar? Bir nömrə xəstəxanada bugünkü gün vətəndaşların ən çox narazı olduğu sahə mən deyərdim ki, növro məsələsidir.
Çünki səhər yəqin ki, siz də oradan keçəndə fikir vermisiniz, müşahidə eləmisiniz ki, bizim poliklinikanın saat 9-da açılırsa, saat 8-in yarısından 8-dən, daha bəlkə də 7-dən vətəndaşlar gəlir, orada növbəyə dayanmağa çalışırlar ki, birinci mən keçim içəri. O da istər-istəməz bir balaca xaosa səbəb olur. Sıxılıb Biz dəfələrlə çalışmışıq bunu nətərsə qarşısını alaq. Amma hələ ki yəqin ki, pilot olaraq ki, nömrəli xəstəxanada tətbiq olundu onlayn növbəçilik sistemi. Hər gələcəkdə bir nömrəli xəstəxanada. Əlbəttə çox istəyərdim ki, bizim xəstəxanada da onlayn növbə sistemi olsun və xəstələr o həm xəstələrə rahatçılıq yaradır, həm çalışan personala rahat olur. Bir var ki, bir qeydiyyatçı oturub orada məsələn xəstə qeydiyyatını aparır. Başının üstünə 5 nəfər gəlib tökülüşür, hərəsi bir tərəfdən qışqırır. Bir də var ki, xəstə gəldi, növbəsini götürdü, sakitcə oturdu, gözlədi və adı çəkiləndə, nömrəsi çəkiləndə həkimin qəbuluna getdi. Kənardan, baş həkim olmayaraq bir nömrəli xəstəxananın fəaliyyətini necə qiymətləndirirsiniz? Bir vətəndaş olaraq kənardan bir müşahidəçi kimi. O biraz çətin sual oldu. Kənardan mən öz gördüyüm işi müşahidə etməyə çalışmışam həmişə, çaşmamazlıqlara da fikir vermişəm. Deyirəm ki, bugünkü gün Sumqayıt şəhər xəstəxanası o yükün altında qənaətbəxş qulluq eləyə bilər vətəndaşlarımız. Siz ixtisaslı uroloqsunuz. Bəli. Uroloq olaraq, bir həkim olaraq, baş həkim nəzərdə tuturam. Bir uroloq olaraq vətən müsahibə gələcək hədəfi nədir? Bizim xəstəxanada perkutan nefrolitomiya deyilən bir əməliyyat var. O əməliyyatı biz icra edə bilək. Ondan ötürü bizim bəzi avadanlıqlarımız yoxdur. O avadanlıqlarımız olsa, mən inanıram ki, bizim həkimlərimiz o əməliyyatı bacarırlar da. Şəxsən özüm də onu mən Türkiyədə, Ankara şəhərində kursunda da olmuşam, əməliyyatlarını da eləmişəm. Bizim 2 uzmanımız var, onlar da əməliyyatları bacarırlar. Mən istəyərdim ki, bizim xəstəxanada urologiya tərəfdə, uroloji sahədə immunoperkutan nefrolitomiya əməliyyatını həyata keçirir. Bir də ki, belə deyək, ola bilər ki, o əlçatmaz bir arzu sayılsın. Çox istərdim ki, bizdə distansiyon litotripsiya deyilən belə bir əməliyyat var, zərbə dalğa litotripsiyası. Əgər gələcəyə imkan olarsa, onu da öz xəstəxanamızı görmək istərdim. Bizim təcrübəmizdən istifadə edib, yəni ki, vətəndaşlara bir deyəcəyiniz də var. Vətəndaşlara nə tövsiyə edərdiniz? Ümumiyyətlə, nə müraciət edərdiniz vətəndaşlara? Vətəndaşlara can sağlığı arzu edərdim. Bir də müraciətim o olardı ki, xahiş etdik, xəstəxanaya, poliklinikaya qəbula gələndə tələsməyin. Həkim olsa da 4-ün yarısına qədər işdə olur da, poliklinik şöbədə. Xəstəxanadadır ki, daim 24 saat qulluğumuzda həkimlərimiz var. Nəyə görə mən bundan qabağa keçib bəhsini eləməyin. Səbirli olun, növbənizi götürün və növbə çatacaq hamıya. Çalışsınlar, sağlam olsunlar. Çalışsınlar, sağlam olsunlar. Bizə müraciət eləməsinlər. Müraciət eləməsin. Onda bir ənənəvi sualımız var. Bizə təklifiniz nədir? Sizə nə təklif edimsə, təklifim odur ki, vətəndaşların içərisində olasınız, onların bizə olan iradlarını siz qeydə alasınız və onları bizə çatdırasınız ki, biz bilək ki, bizim vətəndaşlara nə qulluq eləyə bilərik ki, daha da rahat olsun. Bir də ki, sizə uğurlar arzu edirəm. İstəyərdim ki, studiyamız böyüsün, biraz da genişlənsin fəaliyyətiniz. Təşəkkür edirəm Mətləb doktor, maraqlı. Mən də sizə təşəkkür edirəm, məni bura dəvət elədiyinizə görə. Hörmətli izləyicilər, Can həkiminin bugünkü qonağı Sumqayıt mərkəzi bir nömrəli şəhər xəstəxanasının baş həkimi Mətləb müsahibə idi. Mətləb doktorlar bir nömrəli şəhər xəstəxanasının fəaliyyətindən danışdıq. Çalışın, sağlam olun. Növbəti görüşlərə dək.